2004-cü ildə tikdiyim evdir. Həmin bax bu qazı ilə mən uşağıda kömək eləyib tikmişəm. Evin üstünün bu saat hal-hazırda uğradı. Ondan da yuxarı beli ilə açıqdır. Bu zadı hələ ki şey olmadı. Bu yaxınlarda 1-2-3 gün qabağa 2 dənə atması qırılmışdı. Çinar ağacından qoymuşam. O vaxt heç nə yox idi. Ala bilmirdim. Material yüzdü. Həmin bu çinarı qonşuların köməyi ilə bir təhər evin patoloku çökürdü. Bax belə nazik taxta qılıcına qoymuşam ki, bəlkə bu ağaçlar evin ortası batmıyor. O cümlədən də bu da bu atılan atmalardan da əyiliblər, qurt yeyir, çürüyür. Bunun atmaları krişanın da özün demək olar ki, hamısı binardandır. Sonra evin bəri hissəsinə baxa bilərsiniz. Çöküb patlayıbdır. Daşıları yeri bilinir. 2-3 dəfə buranın aralanmasını belə mən budur bax belə cırılı formatı var. Qorxulu bir vəziyyətdədir. Bunu mən Şəki rayon icra hakimiyyətində də məlumat verdim. Onlar mənə dedilər ki, səni bizim elə bir bank hesabımız yoxdur. Düzəldə bilmərik onu. Ancaq sizi köçürə bilərik başqa bir yerə. Mən 30 ildə ancaq burada insanlarla şey olmuşam, ünsiyyət tapmışam. Təzədən bir də 30 illik qaçqın olmağı istəmədim. Dedim, nə təhər olar olsun. Özüm gedib həmin o atmalardan almışam. Yenə qorxuludur, içərdən göstərim, baxa bilərsiniz. Patolog sağda əyilibdir, yəni evin tavanı. Burada bax görürsünüz, hamısı bu olur da bu Şəki ərazisində yüngülvarı zəlzələlər də olur. Qazının evi bu gündədir. Bu tərəf bunun üstündən şifir qırılıbdır. Su həmişə damır. Görürsünüz də bunun tavanı nə gündədir. Həmişə silirik. Buralarda qırılıb şifirdə. Köhnə şifirdə hamısı. Evin çatları forma bu vəziyyətdə. Evdə deyil. Evin bir hissəsini demək olar ki, yarı torpaq, yarı daşdan tikir. Bax, bu hissə deyə bilərəm ki, sizə ancaq beləsinə köhnə çiy kərpiclə tikilir. Həmin evin patologuna baxa bilərsiniz. Bu patolog görürsünüz, evin üstü əyilmə münasibətində tirin çürüməsi dalına görə. Bax, belə bir-birindən aralaşıb elə bir təhər yaşayır. Bax, belə bir vəziyyətdə ola-ola, buranın əhənglə, yəni Ağdağla bir təhər saraldıb tutmuşuq evin. Bax, görürsünüz də o cırığı da. Mən 701 saylı hərbi hissənin məzunu olmuş Gizir Cavadov Yılmaz Vaqifoğlu'nun atası Cavadov Vaqif Yusufoğlu'dur. Sizə müraciətim var. Mənim oğlum Böyük Vətən müharibəsində, bütün müharibələrində 4 yerdə, 5 yerdə müharibə olub, hamısında da qabaqda gedən olub. O haqqında, mənim oğlum haqqında bir jurnalist belə bir zat da çəkibdi oğlum haqqında. Oğlumu hal-hazırda 4 medalı var.
Axırıncı lokal antiterror vaxtı. Yəni əvvəl onu deyim ki, oğlum 12-ci ildə Vətən müharibəyə qoşulub. O vaxtdan gizir vəzifəsində çalışıb, kəşfiyyatçı olubdur. Adla, Əqrəb adı ilə burada da oxuya bilərsən. Ərəb deyiblər, Əqrəb deyiblər, Yaquza canavar da deyiblər. Oğlum bütün müharibələrin hamısında da öndə gedən olub. O cümlədən də 44 günlük müharibədə də mənim oğlum qabaqcıl döyüşün ən qaynar nöqtələrində ancaq oğlum Cavadov Yılmaz Vaqifoğlu iştirak edirdi. Heç bir elə bəzi yerlər olub ki, ora heç kim girə bilməyib. Mənim oğlum özü giribdi. Axırıncı sonuncu səfər 2023-cü ilin sentyabr ayının 20-sində lokal antiterror vaxtında mənim oğlum raket atılan nəticəsində bunlara erməni atdığı vaxtı oğlum qapalı kəllə beyin travması bir neçə yerindən, o cümlədən də başından yaralanmışdır. Diş kırılmışdır. Gözündən hal-hazırda da gözünün 40% biri görür, biri ümumiyyətlə deyərəm ki, yaşı görmür. Oğlumun medalları da bax budur, buradan yenə göstərə bilirəm. İlham Əliyev tərəfindən, sonra Müdafiə Nazirliyi tərəfindən verilən ordenlərdir. Bax bu mükafatları millət vəkili tərəfindən diplom da verilibdir hətta. Mən Cavadov Yılmaz'ın anasıyam, Qazi. Onda Qarabağ müharibələrində döyüşən oğlanın anasıyam. Xəstə olmuşam. Aprel döyüşlərində mən qorxmuşam. Xəstədə həyəcan keçmişəm. Ondan mən xəstə olmuşam. Onda möhtərəm prezidentimizə, Mehriban xanıma özümü tutub deyirəm. Sizə qurban olum, başınıza dönün. Sizdən başqa bizim heç kim dərdimizə qalmayıb. O vaxtı da Heydər Əliyev olmasaydı, biz heç buralarda, bəlkə heç buralarda da bizi qoymazdılar. Onda yerləşək. Sizin hesabınıza, onda Heydər Əliyevin hesabına mən beysab adam çox danışa bilmirəm, qadanınız alın, məni bağışlayın. İlham Əliyev, Allah Taala köməyində tutsun, bizim köməyimizə çatıb. Mehriban xanımımız bizim köməyimizə çatıb. Mən Mehriban xanımla, İlham Əliyevdən xahiş edirəm ki, bizim şikayətimizə baxsın. Bizə baxan yoxdur. Mənim oğlum xəstə, özüm xəstə, evim bərbaddır. Məndən qədər, mən onda çəkiliş istəyirəm. Bir dənə çəkiliş gəldim mənim evimə. Mən xəstəyəm, onkoloji xəstəyəm. Dərman pulumu alıb, aparıb oğlumu xəstə vaxtında. Sizdən xahiş edirəm. Artıq dərəcədə. Mənim səsimi Mehriban xanıma çatdırım, İlham Əliyevə çatdırım. Biz qaçqınlıq günündən pis günə qoyubdu bizi. Bizə baxan yoxdur. Oğlum xəstədir, balnisələrə gedir. Özüm xəstəyəm, pul tapıram. Bax belə ağır vəziyyətdə yaşayırıq. Bir dənə nə bilim, bir müxbir, bir jurnalist göndərsin, burada bizim vəziyyətimizdə bir hal olsun. Baxsın bizə, onda inanarsınız, sizin qadanınızı alın. Bizi boşdan, bizim səsimizi boşdan, ya mənim yoldaşımı, ya mənim özümə şərait yaradım, mən Mehriban xanımın yanına gedim. Yoldaşım İlham Əliyevin qabılına girsin. Biz ağır dərəcədə yaşarıq bizi. Bu adamlar bizi pis günə qoyur. Onda bir komandir, 2 dənə də gizir. Bizi pis günə qalmışıq. Qadanınızı alın.